Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün sizlər üçün pambıq kimi yumuşaq, olduqca ləzzətli apelsinli piroq hazırlayacağım. İnanın xanımlar, bu qədər ləzzətli alınır ki, süfrəyə qoyulduğu an bitəcək. Başlayaq hazırlamağa. Əvvəlcə qabın içərisinə 4 ədəd yumurta, 1 stəkan şəkər tozu, 1 cimdik duz, 1 ədəd vanilin əlavə edib mikserlə ağırına qədər qarışdırıram. Qeyd edim ki, yumurta otaq temperaturunda olmalıdır. Bir ədəd apelsini yaxşıca yuduqdan sonra qabığını rəndədən keçirirəm. Elə keçirmək lazımdır ki, ağ hissəsi, yəni acı hissəsi rəndədən keçməsin, ancaq üst qabığı. Apelsini də suyunu sıxıram. Daha sonra üzərinə yarım stəkan duru yağ tökürəm. Sonda 1 stəkan un, 1 ədəd qabartma tozu və 2 yemək qaşığı nişasta əlavə edirəm. Mən buğda nişastasından istifadə etdim. Qarğıdalı nişastası da tökə bilərsiniz. Gördüyünüz kimi ələklə ələyirəm. Bir hissəsini ələdikdən sonra spatula vasitəsilə astaca qarışdırıram. Daha sonra onun qalan hissəsini də ələkdən keçirib yaxşıca qarışdırıram. Hazır olan xəmiri əvvəlcədən yağlı kağız salınmış soba listinin içərisinə tökürəm. Soba listinin ölçüsü 22 santimetrdir. Daha sonra piroqu əvvəlcədən qızdırılmış 160 dərəcəlik sobada alt üst rejimdə bişirirəm. Piroq bişib tam soyuduqdan sonra isə qabdan çıxarıram. Rəngi də, ətri də olduqca gözəl olan pambıq kimi yumuşaq bir piroq alınır. Soyduqdan sonra isə kəsirəm. Əziz xanımlar, əgər siz də mənim bu üsulumu, kanalımı bəyəndinizsə, resepti yaxınlarınızla bölüşməyi və mənə dəstək olmağı unutmayın. Sağ olun, görüşərik.